Herkese salam, kanalıma və videoma xoş gəldiniz. Açıqlamadan gördüyünüz kimi səhər vlog çəkəm, səhər rutini vlog falan belə bir şey. Çoxu deyir ki, yəni səhər vlog çək, səhər vlog çək. Ona görə də dedim ki, çəkim. Əslində heç ağlımda yox idi. İndi durmuşam, yeməyə düşürdüm, yeməyə. Ağlıma gəldi ki, vlog çəkimdə mən niyə çəkməyim falan. Mən hər dəfə səhər duranda özümü olduğumdan da gözəl hiss etmək istəyirəm. Anlayırsınız? Ona görə də şeylər eləyirəm, makyaj falan eləyirəm də səhər tezdən duranda da. Evet, ilk öncəliklə bunu vuracağım. Tint kimi de ama quru bir şeydi ve yumuşaq hissettirir. Evet, bunun üstüne de bu gloss vuracağıq. Lifter gloss. Böyle hoşuma gəlir. Tuş olarak da bunu vuracağım. Gözlüyüm. Səpsif vurdum. Tabii ki de her dəfə kimi gözden böyle yayıldı biraz. Onları silim. Bir de gedək siləyələ. Düşürəm səhər yeməyinə. Yemək yedikdən sonra duşa girmək istəyirəm ama bilmem de dəqiq bir şey. Evet. Oo, mamiçka neler getiriyorsunuz böyle? Ve burada səsləndirmə etmək istədim. Qızardılmış çörək, avokado doğranılıb, yumurta, skışonka, kalbasa və s. gördüyünüz kimi. Neyse, mən bunları yiyeyim, eləyim, gəlim. Sonra dediyim kimi ya duşa girəcəm ya da bilmirəm nə edəcəm. Axı saçımı yumaq istəyirəm qısacası. Neyse, bay bay. Ve video kısa olmasın diye yediğimi de gösteririm. Kızartılmış çörek üstünde avokado, kalbasa ve desen xiyar var idi, səhv hatırlamıramsa. Avokado ilə çörək o kadar uyumlu bir şeydir, o kadar beğeniyorum. Yəni sizə hər başa sala bilmərəm. İnanın ki, bu hissədə nə etməyə çalışıram, onu mən də bilmirəm. Sadəcə süfrəni göstərdim. Deməli, mən yeməyimi yedim, gəldim. Görməyənlər, əvvəlki vloqlarımda görməyənlər saçımı nə vurduğumu da göstərəcəm. Saçım çox pis görünür, bunun fərqindəyim, amma yəni duşdan çıxandan sonra hər kəsin saçı belə olur, buna əminəm. Burada da telefon sabitləməyə çalışıram, çünki dayanmır. Kablosunu da çıxarmışam, çünki xoşum gəlmir artıq. Aha, şizofren kimi öz-özümə danışıram. İndi saçıma vuracağım sprey göstərəcəm, yəni vurduğum sprey. Əslində yumuşaldır, düzləşdirir, yəni düzləşdirmə effektinə falan sahibdir, sizə göstərəcəm. Hansı şampuan oynuyordum? Pantene-da. Çünki onun Pantene daha çox qalır. LCD çox qalmır. Yəni ümumiyyətcə qalmır heç. Pantene o kadar qəşəng iyi saxlayır saçda. Yəni neçə vaxt deyəndə elə 2-3 dəfə hələ ki istifadə etmişəm. Maksimum da 5 dəfə istifadə etmişəm yəqin ki. Hə, bunu da əvvəlcədən deyim ki, videoda əsla reklam yoxdur. Deyir ki, şeydir, güya bunu əlimə fıskırtmadan vurmalısan falan filan. Yəni yoxsa onun yumuşaqlığı onsuz da qalmayacaqdı falan belə deyir. Heç inanmıram, nə fərq var? Yəni əlim onun mineralını götürür bunun, nəyini götürür? Yəni niyə də, yəni nə səbəbdən? Bu arada bunu mənə Rəfiqə demişdi. Nə işə yarayır? Ay, çaş genəlimə fıskırdacaktım. Əslində gərək saçımın tam yaşını alım. Bu axşam sabahlamaca çəkməyə fikrimdəyim. İnşallah fikrimdən daşınmaram. Mən dalbalav video atmaq istəyirəm ki, siz izləyəsiniz. Yəni bir dənə siz izləyirsiniz, sonra mənim üçün yenə darıxırsınız, bilirəm. Yəni mən də tənbələm də, yəni niyə bu qədər tənbələm? Bu arada bayaq gördüm yemək yeyəndə, mama ilə danışırdım. Dedim 10.000 olanda falan görüşəcəm demişdim də takipçilərimə falan. Dedim baxaq indi nə qədər qalıb 10.000 olmağına. Mama ilə bir də baxdıq 10.000 olmuşam. Dedim təbrik elədi, qəşdi. Sonra təbrik elədi. Yəni 10.000 olduq dostlar. 10.000 takipçi. Bir dənə düşünün də, yəni bunu çox belə böyük bir rəqəmdə anlayırsınız. Yəni 10.000 insana. 10 dənə yox, 100 dənə yox, 10.000. Ona da yəni necə bu qədər tez oldu, başa düşmədim, şok oldum, gördüm olub 10.000. Yəni uca tez bazar sizdən görüş planlamalıyam. Nə vaxtda, neçənci günə, onları bilmirəm. Post atarım da bilmirəm də yəni. Amma Sumqayıtda bulvarda keçirəcəm. Amma bilmirəm, indi mən görüş planlasam düşünə 5 nəfər gəldi. Pis olacaq. 10.000 nəfərin içində 5 nəfər gəlsə həqiqətən mən çox pis olacağam, çox qırılacağam. Ona görə yəni qəlbimi qırmış olacaqsınız da deyək. Belə qovutdum. Və yenə gloss. Gloss çox sevirəm. Deməli indi üzümü nəmləndirəcəm. Nəmləndirici vuracağım qısacası. Ay saçım. Niyə belə deyəm bu? Böyle düz deyəm də. Sancıqları tutduruq ki, yeni yıkanmış saçlarımıza
şey olmasın, değmesin. Göründü mü? Hiç de olmaz, hiç de olmaz. Olmaz. Güzgüzüme bakın. O Tem'den aldığım güzgü. Aslında batarya takmaq da olur, adaptöre de koymaq olur. Ama adaptörünə koyanda sadece adaptördə işləyir. Yəni yığmır, anlayırsınız? Sensör kimi bir şey. Nemlendirici olarak. Neyse. Ciddiye almırıq. Özümüz ciddiye almırıq. Nemlendirici bu. Çünkü benim üzüm ümumiyyətlə quru cilddə. Yəni anlayırsınız, qurudur quru. Yəni yay belə olsa yenə mənim üzüm quruyacaq. Ona görə ay saçma da çok ama deyil. Ben sual cevap videosu çəkəcəkdim. Hatta canlı açanda, en son canlı açanda demiştim ki sual cevap videosu çəkəcəm. Sual yazın en son videoma, nəsə hansısa videoma da. Çok az sual gəldi. Mən unuttum çəkməyi. Ona görə hələ də çəkməmişəm. Fərqindəsinizsə. Hələ də. Bir də sözlü videolar çox maraqlı olmurdu. Şimdi tək başlamayım həm də. Ona görə nəsə çox sıxılır insan, amma yanımda neçə nəfər olsa sözlü videolar mən çəkərəm. Çox maraqlı olar. Amma dediyim kimi tək başıma çəkirəm deyə çox sıxıcı olur. Yəni öz-özümə danışırammışdım bir şey olur. Bu da çox sıxıcı deyil. Tərpənirəm bir şey eləyirəm ona görə də. Ay. Allah kıvırcıyız. Kızlar. Kamerada belli değildi ne olduğumuz. Uydu. Burada kıpkırmızıya nokta işte belli değil. Niye de yani? Çok kırmızı oldum. Bunu silmeliyim. Belə. Bu da saat 12:02'dir bu arada. Yani ben təxmini bir 10 dakika falan telefona uzatıp baxım, təzədən gələcəm. Ne edəcəyimi birazdan baxarıq. 1 milyon insan oldu. 1 milyon bakış oldum ama tebrik ederim. Tebrik ederim. 1 milyon bakış oldu. İndi necəsinə? Ümumi videoların bakış sayısı. Elə bilməm bu ayın bakış sayım 1 milyon oldu. Elə bir şey. İlk dəfə oldu bu arada. Ona görə çox sevinirəm. Saçım, saçım entribati formaya girib. Belə qalsın. Belə də geçirdi bunu tuttum. Deməli, bu da mənim nə deyirlər, səhər rutini vlogumun sonu. Çox qısa oldu, çox fərqindəyəm, Dostlar, çünki mənim səhər rutinim yox demək olar. Yəni yemək yeyirəm, əl-üzümü yuyuram belə. Çərzi yumağı da göstərmədim, onu da boş verim. Yəni qısa da çox bir şey eləmirəm də, yəni normal insanlar kimi hamımız eyni, yəni çox bir şey eləmirəm. Maska falan olsa da eləyərdim, amma almamışam maska. Gidip maska da almalıyım. Hava çok pisti, yağış falan yağdı, yıldırım çaktı ve şu an dayanıp yağış ve iğrenç hava var. Benim en sevmediğim havada, yani güneşli değil de başta düşüksüz. Ve saat uje 14:06'dır, ben unutmuşam. Unutmuşam, günorta yemeğine keçirik. Ben önce sonlandırıram vlogu. Ümid edirəm bəyəndiniz. Çox qısa da, çünki dediyim kimi heç nə eləmədim. Çünki eləməyə bir şey olmur da səhər. Neyse, öpəm hamınızı. Like atıp abone olmak unutmayın. Ama bu video iminli isteğiydi çektim. Bay bay.